yer doldu deyə başqa bir telefona keçid aldıq. Deməli, bunların ikisinin şəkilçiləri eynidir. Sadəcə olaraq fərqləri ondan ibarətdir ki, bu təsirli feillərdən yaranır, təsirli. Bu təsirsizdən yaranır, təsirsizdən. Təsirli, təsirsiz feilləri bilməniz vacibdir. Nə deməkdir? Əgər hər hansısa bir feilin qarşısına nəyi sualını qoyuruqsa təsirlidir. Çünki təsirli halın sualı nədir? Nəyidir? Amma digər halların suallarını qoyuruqsa nəyə, nədə? Yəni, çox da özünüzü öldürməyin, yəni bu məsələdə. Nəyə qoya bilirsinizsə təsirlidir, qoya bilmirsə təsirsizdir. Məsəl üçün, yığmaq. Nəyi yığmaq deyə bilirəm deyə təsirlidir. Yıxılmaq, nəyi yıxılmaq deyə bilmirəm, düzdür. Deməli, artıq bu təsirsiz növdədir. Deməli, nəyə baxırsınız? Daha doğrusu təsirli feildir. İndi baxıram, deyirəm ki, yığışdı. Yığışdılar, onlar yığışdılar, belə deyir də. Yığmaqdan yığışmaq yaranıbdır. Və buradakı ış, birinci əvvəl kökə baxırıq, kök baxıq gör nədir? Yığmaq, nəyi yığmaqdır, düzdür? Kökümüz nədirsə, nəyi yığmaq? Təsirlidir. Təsirli olduğuna görə artıq bu qarşılıqdır. Və yaxud deyirəm ki, onlar ağlaşdılar. Ağlamaq, sözün kökü ağlamaqdır, düzdür, ağla. Nəyi ağla deyə bilirik? Yox, deməli təsirsizdir, artıq bu birgəlikdir. Və yaxud deyirəm ki, yazışdılar. Yazmaq, nəyi yazmaq, düzdür, deməli təsirlidir və qarşılıqdır. Belə yadını saxlayın. Siz qarşılıq birgəlik deyəndə qarşılığı birinci, birgəlik ikinci deyirsiniz. Təsirli, təsirsiz deyəndə təsirli birinci, təsirsiz ikinci deyirsiniz. Birinci gələnlə birinci gələndir, qarşılıqla təsirlidir, birgəliklə təsirsizdir. Belə yadını saxlayın. İcbar növ bizim ən oliqarx növümüzdür. İşi başqasına gördürür, acılıb tutur icbar növə. Baxmayaraq ki, onu tapmaq çox rahatdır, amma işi başqasına gördürür deyə ümumiyyətlə bir tər növdür. Yaxşı, deyirəm ki, onun şəkilçiləri də sayısı dır, tır şəkilçisi və dır, tır şəkilçiləri. Məsəl üçün, deyirəm ki, mən yazdırdım, mən oxutdurdum, mən tikdirdim. Amma desəm, mən yandırdım, baxmayaq ki, orada dır şəkilçisi var. Amma özümə deyirəm deyə, barmağı məsəl özüm yandırıram da. Ona görə nədir artıq məlum növdədir, diqqətli olun. Bir də nəyə fikir verin, siz çaşdıra bilərlər, nə ilə? Nə ilə çaşdıra bilərlər siz? Məsəl üçün, deyəm ki, məktub Zəfər tərəfindən yazıldı. Yazıldı. Burada baxırsınız ki, hər şey məlumdur, amma ıl şəkilçisinə görə bunu məhsul götürəcəksiniz. Çünki məktub mübtəda var, məlum məsələ ki, bayaq demişdik ki, məktub mübtədası olmalıdır. Cəfər tərəfindən falan olanda burada artıq tamamlıq olur. Yazılıda xəbərdir. Bu artıq məhsul növdədir, məchul. Və yaxud deyirəm ki, məktuba Cəfər tərəfindən baxıldı. Məktuba olsaydı, artıq tamamlıq olduğuna görə bu da şəxsiz olacaqdır. Bu da yazıldı, yox, baxıldı olsaydı, şəxsiz olacaqdır. Yəni, diqqətlə baxsanız görəcəksiniz ki, hər şey əslində məlumdur insana. Amma bir şəkilçiyə görə artıq bunun şəkilçisi varsa, mən məcburam bunu məhsul və yaxud da şəxsiz götürüm, cümləyə görə dəyişir. Və yaxud da ki, nə ilə çaşdırırlar uşaqları? Məktublaşdılar. Məsələn, onlar məktublaşdılar. Ağlına nə gəlir Aysu? Hansı növ gəlir? Onlar məktublaşdılar. Onu balacına yazaq. Normalda bir birgəlik kimi bir şey gəlir adama. Amma görsən ki, mən bunları parçalayanda məktublamaq deyə söz yoxdur deyə laşı bir yerə götürürəm. Çünki lan laşı qaydası necə idi? Yadınıza gəlsin ki, elə bölürdük, mən artıra bilirdimsə parçalayıram, artıra bilmirəmsə parçalandıram. Bu da parçalaya bilmədik biz bunu. Deməli, bu nədir? Şəkilçisi olmayan növümüz hansıdır bizim? Məlum növüdür. Eyni ilə vidalaşmaq da o cürdür. Bəsdir. Sən istəsən gel Aysu, mən vidalaşmış şeyləri təhlilləməyəcəm. Çox sağ olun məşğuliyyətiniz üçün.